Bir neçə gün əvvəl rəsmi orqanlar məlumat yaydı ki, Azərbaycanda 2025-ci ildə 95 min uşaq doğulur. 95 min rəqəmi olduqca pis rəqəmdir. Əslində fəlakətli demoqrafik vəziyyətdən xəbər verir. Çünki cəmi 15 il bundan əvvəl, səhvləmirəmsə 15 il deməli, 2011-ci ildə Azərbaycanda 176 min uşaq doğulmuşdur. Təsəvvür edirsinizmi? 2011-ci ildə 176 min uşaq doğulmuşdu. İndi isə son illərdə sürətlə aşağı gedir bu rəqəm, azalır. Tendensiya birmənalı olaraq aşağıya doğrudur və nəticədə cəmi 95 min uşaq doğulub. İndiki hakimiyyətin iyrəncəsinə tənqid etdiyi AXC hakimiyyəti dövründə 1992-ci ildə Azərbaycan əhalisi 7,2 milyon olduğu vaxtda 181 min uşaq doğulub. Amma indi deyirlər 10 milyon 300 min deyirlər də Azərbaycan əhalisi var. Doğum isə cəmsi 95 min. 2024-cü ildə 102 min rəqəmi idi. Bir ildə 7 min azalma və bu çox sürətlə gedir bu proses. İlk növbədə bu sosial-iqtisadi vəziyyətin pisləşməsi, ağırlaşması ilə bağlıdır. Xüsusi qeyd etmək lazımdır ki, 2011-ci ildə Azərbaycanda neft gəlirlər, neft hasilatının pik vaxtı idi, 2011-ci il. Amma indi ölkədə neft və neftdən, qazdan asılıdır. Başqa sahələr faktiki inkişaf eləməyib. Azərbaycan resurs iqtisadiyyatı olan ölkədir ki, bu dəhşətli bir cinayətdir. Müasir dünyada resurs iqtisadiyyatı amili çox pis bir şeydir. Ona görə ki, ən müxtəlif sahələri inkişaf etdirmək üçün hər cür imkan var. Korrupsiya, monopoliya sistemi ölkəni bu qədər ağır vəziyyətə salıb. Sosial-iqtisadi vəziyyət hədsiz pisləşib və bu da nəticə.